Kimsə gizlampaç oynayanda, kimsə sabahki dərsinə hazırlaşanda, kimsə hamilə qalır. 13 yaşlı qız deyil o, uşaqdır. Ailəsi imtina edib. Birincisi, sən özündən valideyn kimi imtina eləməlisən. Eləməliydin daha doğrusu ki, mən 13 yaşlı uşağıma baxa bilmirəm, gör mən nə qədər mırdaram, iyrəncəm. Deyib özü atardın, asardın. Heç olmasa uşaq ağlayanda deyərdi ki, atam yaxşı insan idi, yalandan. Bu elə bir şeydi ki, ömür boyu yadından çıxmayacaq da uşağın. İnşallah o qədər ağıllı, kəmallı bir gəncə çevrilər o. Ömür boyu onsuz yaddan çıxmaz bu. Amma həyatında hər şey yaxşı yönə doğru getsin. Tək diləyim budur, yəni başqa heç nə gəlmir. Çünki biz yad insanları maksimum bir ay bu söhbət gedəcək, sonra hər şey yaddan çıxacaq. Yaddan çıxartmayacaq tək şəkil odur, özüdür.